Həyat dolu bir gənclik, fərqli bir sənət dünyası və yollarda azadlığı sevən bir ruh. O, hər kəsin sosial şəbəkələrdən, model podiumlarından tanıdığı Zəhra idi. Zərif bədənində daşıdığı o böyük, mərhəmətli qəlbi ilə ətrafına işıq saçırdı. Hətta sürətli yollarda motosiklet sürərkən belə uzaqdan gələn təcili yardım maşınının səsinə hamıdan tez reaksiya verər, ətrafdakı maşınlara sağa çəkilin, ambulans keçir, yol verin deyə haray salardı. Özgəsinin canını qurtarmağa tələsən o ambulanslara yol açan Zəhraya təəssüf ki, ölüm anında heç kim kömək edə bilmədi. Sağa keçək, ambulans var. Sağa keçək, ambulans var. Sağa keçək. Sağa keçək, sağa keçək, ambulans var. Sağa keçək, ambulans var. Sağa keçək. Sağa verək, ambulans var. Sağa verək. Sağa verək, ambulans var. Sağa verək. Sağa verək, ambulans var. Özüm belə sağa bir şey yerdə görməmişəm. Çok tuhaf insanlarım, valla. Yaxşı elədik, sağ olun. Bakı-Sumqayıt yolunda yaranan o qəfil maneə və qanunsuz dayanan bir avtomobil cəmi 17 yaşlı bir qızın arzularını yarıda qoydu. Zəhra idarə etdiyi motosikletlə qəzaya uğrayaraq hadisə yerindəcə həyatı ilə vidalaşdı. O azad ruh, o gözəl təbəssüm bir anda tarixin soyuq səhifələrinə köçdü. Bugün bir valideynin bəlkə də yaşaya biləcəyi ən ağır acını tanınmış vəkil professor Fərhad Mehdiyev yaşayır. Qızının soyuq bədəni ilə son saatlarını keçirən bir atanın fəryadı daşları belə ağladır. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrılıqla keçiririk. Onu motosikletdən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluğum və səhvim olaraq qəlbimə yazılacaq deyə deyir acılı ata. O yollarda hamıya həyat bəxş etmək üçün ambulanslara yol açmağı öyrədirdi. Amma amansız yollar bu dəfə ona rəhm etmədi. Geriyə isə sadəcə TikTokdakı gülümsəyən videoları, reallaşmamış arzuları və bir atanın heç vaxt sağalmayacaq ürək yarası qaldı. Nur içində yat. Yolların gözəl və mərhəmətli qızı Zəhra. Motorcu tutamız kinəsi olsa, yerlərimiz qırılmasın. Çünki Azərbaycan mənim kimi modelsiz qala bilməz.